sizinlə ingilis dilindən B2 səviyyəsinə uyğun söz və ifadələr öyrənəcəyik. Gəlin başlayaq. İlk olaraq, as far as I know, mənim bildiyim qədərilə. Məsələn, as far as I know, the meeting starts at 10 a.m. Mənim bildiyim qədərilə iclas saat 10-da başlayır. İkinci, that's not the case. Bu belə deyil. People think it's easy, but that's not the case. İnsanlar düşünür ki, bu asandır, amma əslində bu belə deyil. Üçüncü, it's up to you. Bu sənlikdir və yaxud səndən asılıdır. We can go out or stay in. It's up to you. Biz gedə və yaxud qala bilərik. Bu səndən asılıdır. Dördüncü, frankly speaking. Düzünü desək. Məsələn, frankly speaking, this plan will not work. Düzünü desək, bu plan işə yaramayacaq. Beşinci, needless to say. Deməyə ehtiyac yoxdur. Məsələn, needless to say, he was extremely disappointed. Deməyə ehtiyac yoxdur ki, o hədsiz dərəcədə məyus idi. Altıncı, at the end of the day, günün sonunda. Məsələn, at the end of the day, we just want to be happy. Günün sonunda biz sadəcə xoşbəxt olmaq istəyirik. I'm really into. Mən həqiqətən nəyləsə maraqlanıram. I'm really into photography these days. Mən həqiqətən də son günlər fotoqrafiya ilə maraqlanıram. Yeddinci, taking everything into account. Hər şeyi nəzərə alsaq. Məsələn, taking everything into account, we can say that change is necessary. Hər şeyi nəzərə alsaq, deyə bilərik ki, bu dəyişiklik vacibdir.